Herkese salamlayıram, əziz və dəyərli izləyicilər. Bugün 3 may 2026-cı il tarixidir və biz bugün sizinlə hazırlaşacağıq. Çox yaxın rəfiqəmin nişan mərasiminə. Qeyd edeyim ki, həm rəfiqəmdir, həm də həyat yoldaşımın dayısı qızıdır. Buradan onu ürəkdən təbrik edirəm bir daha. Ən əsası can sağlığı və xoşbəxtlik arzu edirəm. Arzu edirəm ki, sevgi ilə başladığınız bu yol sizə ömürlük huzur gətirsin və həyatımızdakı bu qəşəng qızıl gülləri göstərmək istəyirəm. İnşallah çox yaxın zamanda bu tumurcuqlar əsil çiçəklərə, güllərə çevriləcək və burada çox qəşəng short videolar, həm də belə uzun videolar çəkib paylaşacağam. Əlavə olaraq qızımın şəkillərini burada çəkəcəm. Qeyd edim ki, bunların baxımı düşündüyünüz qədər asan deyil. Bunlara xüsusi dərmanlar, məhlullar qarışdırıb tökdük və ondan sonra başladı belə qəşəng açmağa. Bu arada qidalanma rasionumu 180 dərəcə dəyişmişəm. Əsasən meyvə tərəvəz boldu artıq mənim qidalanma rasionumda. Əslində həmişə belə olub. Sadəcə son vaxtlar ekstra, yəni çox atmışam. Məsələn, burada gördüyünüz bu şirəni çəkirəm. Bir gündən bir, 2 gündən bir içirəm. Hətta bəzən dalbadal bir neçə gün içirəm. Çox da xeyrin görürəm. Ətrafımda əksər insanlar deyirlər ki, üzlərin çox parlaqdır, təmizdir. Bunun səbəbi içdiyim bu şirədir. Düzdür, mən üzümə kifayət qədər baxıram, qulluq eləyirəm. Serum, krem və maskalar amma təkcə kifayət eləmir. Gərək içərdən də yediyimiz qidalar, içdiyimiz yəni hər bir şey bizim üzümüzə təsir eləyir, üzlərimizə təsir eləyir. Odur ki, burada əsasən narıncı rəngli meyvə və tərəvəzlərdən kömək almışam. Səbəbi isə narıncı meyvə və tərəvəzlərinin tərkibində bol miqdarda retinol olur, yəni A vitamini. A vitamini də yaşlanmanın qarşısını alır, eyni zamanda üz dərisinin həddindən artıq parlaq eləyir, daha gənc göstərir. Bu qarışımın 80% kökdən ibarətdir. Çox az miqdarda zəncəfil əlavə edirəm. Əgər evdə varsa portağal, bu şəkildə sarı alma əlavə edin. Dadını çox qəşəng eləyir. Və yoldaşım burada olmadığı üçün mən bu dəfə də qaynanamgilə getməli oldum xeyir işə. O səbəbdən də Suraxanıya yollandıq. Buradakı atışdırmalıqları İnci xanıma hazırlamışam ki, orada açsa yesin. Əlavə olaraq kaşada qoymuşdum. Sonra kabritanın quru süd qarışımını bura doldurmuşdum. Çay filan, yəni hər şey qoymuşdum ki, ən azından birini yeməsə digərini yesin. Və sonra zaten öyrəndim ki, iş daha açıq olur. Baxın, burada gördüyünüz bu suxarili supu da yeyib qutardı hamısını. Həqiqətən çox sevindim. Və səhər saatlarında anamgil yollamışdılar Abşeron Ticarət Mərkəzinə. Biz İncinin bütün hər bir şeyini, yəni oradan almışıq. Orada Oyun Zamanı adlı mağazadan həm beşiyi, həm səbət, həm də kalyaska, yəni hər birin. İndi də yemək masasını qırıb xanımımız, təsəvvür edin ki, yemək masasını qırıb. Yəni o qədər güclü bir yemək masasını daha güclüsünü almalı oldu. Daha keyfiyyətlisini yəni. Və eyni zamanda bu velosipedi aldıq. Artıq havalar da isinir. Bu velosiped daha yüngüldür. Aparıb gətirmək daha rahatdır. Həm də İnci xanım da çox əylənir bunun içində. Artıq kalyaska da yox, elə bunun içində yatızdırırıq. Çox əylənir. Çox sevindim bəyənməyinə. Rəngi də çox rəngli oldu. Axır ki, bir dənə belə çəhrayı tipli rəng tapıb ala bildik. Burada da anama belə gözünü zilləyib diqqətlə baxır. Çünki neçə saatdır ki, onu görmür. Və sonra yenə nənəsindən əl çəkmir. Gəlib oturur yanında. Bir əlinə bir xurma alıb, digər əlinə də başqa bir xurma. Hər ikisini eyni anda yeyib qutarmağa çalışır mənim acgöz qızım. Və budur, biz artıq yoldayıq. Nəhayət hazırlaşıb çıxa bildim. 1 saat yarıma hazırlaşdım. Saçımı, makyajımı, hər şeyi özüm eləmişdim. Neçə vaxtı Fatihi də görmürdük və həmişə mən Fatihi görməyə gələndə nəsə gətirirəm. Bu dəfə də elə qızıma aldığım piçenyalar, belə anam da ozmo almışdı bu arada. Və belə qəşəng dadlı kukuruz var idi, onu gətirmişdim. İnci xanım nə əcəbsə özünü çox yaxşı aparırdı. Yəni rahat getdim mən. Rahat da gəldim. Sonra soruşdum, zaten dedilər hər şey qaydasında. Özünü ağılla aparır. Burada da xalamın öz əllərlə hazırladığı dolmanı yedizdirirlər. Elə çayımdan 1-2 qurtumu almışdım ki, Xəzər zəng vurdu ki, bəs qapıdayıq, gəl. Xəzər də kiçik qaynımdı bu arada. Tez gəldim, yollandıq nişana. Bu arada nişandan çox gözəl kadrlar çəkmişəm, hər birini göstərəcəm. Burada da yol boyu biz Aviasiya Akademiyasının qarşısından keçəndə oradan təyyarə keçirdi. Heyif ki, çəkə bilmədi.
Və çoxlu paylama konfetlər payladılar. Və da boşluqdan istifadə edib gəldim Ayseli təbrik eləməyə, şəkillər çəkdirməyə. Və bu qəşəng gülləri də çəkməsəm olmazdı. Çox qəşəng idilər, çox canlıydılar. Aralarına da belə gipsafil qoyublar, mükəmməl görsənib. Arzu edirəm ki, daşıdığı ən ağır yük bax bu çiçəklər olsun. Və burada da xonçaları çəkib göstərmək istədim. Bütün şinyatlar qəşəng güllərlə, çiçəklərlə bəzədilmişdi. Əlavə olaraq yenə paylama konfetlər və 4 dəst geyim xonçası. Yəni A-dan Z-yə nişan üçün bütün xonçaları var idi. Burada da daha yaxından çəkmişəm. Dekor da çox bəyəndim. Çox sadə, elegant və bahalı görsənirdi.
Zamanlara uzaksan, çıraksan, neylerim sensiz, neylerim sensiz, uzun yıllarım. Zamanlara uzaksan. Yapma